Uşaqlar, bir çox dostlar balansa AZN yüklədikdən sonra email vasitəsilə bu AZN-i necə USDT-yə çevirmək lazım olduğunu bilmirəm. Məndə burada düzdür bir AZN var, amma güclü bir şey deyil. Sadəcə olaraq yönünü göstərirəm. Girirsiniz Home-yə, yəni ana səhifəyə. Burada bütün səhifəyə girirsiniz və məndə burada Buy Crypto-dur. Baxın görürsünüz, Buy Crypto. Ola bilsin ki, sizdə tamam başqa bir yazı olsun. Azərbaycanca kripto al ola bilər bu. Yəni bax belə bir işarət. Tapırsınız bunu burada community function-dan. Girirsiniz Buy Crypto. Girdinizmi? Burada görürsünüz baxın Buy USDC ya da USDT nəyi alırsa. Tutaq ki USDT almaq istəyirsiniz, seçirsiniz USDT və burada payment method seçirsiniz. Baxın bax AZN balans. Şo, tab 7. Və sonra da max, yəni bütün balansınızla ala bilərsiniz. Minimum amount 5 AZN-dir. Yəni ən aşağısı 5 manatlıq almaq olur. Bax beləliklə siz həmin AZN-lə, yəni M10-la yüklədiyiniz AZN-ə USDT alırsınız.